Hər ailədən icazə almaq lazımdır ki, onun rəhmətə gedənini çəkmək üçün icazə almaq lazımdır. Bəlkə ailə razı deyil. Məsələn, mən razı olmaram. Bəli, yəni mən bu fikir çox negativ baxıram. Həm də biraz bekarçılıq kimi, sanki başqa məşğuliyyətləri yoxdur. Heç kimin ixtiyarı yoxdur. Kimimiz başqa qəbrini, şəklini çəksin, məndən yox. Hop, harda görsənim. Mən şəxsən tutsam onu orada, elə onu orada bastıraram. Mən ona yaxşı baxmıram valla. O nəsə belə adam belə tükləri biz-biz. Düzdür, emosional baxımdan biraz fərqli görsənsə də, maraqlı görsənsə də, məncə hörmət baxımından biraz yaxşı deyil məncə. Sosial şəbəkələrdə narahatlıq doğuran yeni bir tendensiya yayılıb. Bəzi səhifələr süni intellekt vasitəsilə mərhum insanların görüntülərini pul qarşılığında canlandıraraq videolar hazırlayırlar. Bir qism insan bunu sadəcə texnoloji yenilik kimi qəbul etsə də, digərləri bu cür paylaşımları etik hesab etmir. Mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirirlər. Məsələ təkcə etik çərçivə ilə məhdudlaşmır. Bu tip paylaşımlar həm dini, həm də psixoloji baxımdan suallar doğurur. Bəs belə kontentlərin yaradılması nə dərəcədə doğrudur? Bu cür videolar insanların düşüncəsinə necə təsir edir? Yeri gəlmişkən Topuş bacı ləqəbi ilə tanınan mərhum aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı da məsələyə münasibət bildirərək bu cür paylaşımların ona yaxşı təsir etmədiyini bildirib. Bəzən proqramla düzəldilən görüntülər qarşıma çıxır. Tünzalə məzardan çıxıb daşa sarılır. Bu məni çox üzür, hətta məhv edir. Bəzən onu edən qardaş bacılarımıza əsəbləşirəm. Sonra deyirəm, onlar da pul üçün edir. Anlamağa çalışıram. Bunun əvəzinə olmazmı hər kəs öz ailəsindən birini etsin, başqalarına toxunmasın? Əminəm, pis niyyətləri yoxdur, amma bilin ki, bizə çox pis təsir edir. Dini inanca görə insanların axirətdə və yaxud da ümumiyyətlə dirilməsini nümayiş etdirən hansısa süni intellekt vasitəsilə və yaxud da vizual vasitələrlə görüntüsünü hazırlamaq və yaxud da yaymaq doğru hesab olunmur. Çünki insanların öldükdən sonra dirilməsi qeyb aləminə aid olan bir məsələdir və bu elmi cəhətdən, ümumiyyətlə dünyəvi cəhətdən tam izahı mümkün olmayan bir məsələdir. Mərhum üçün də bu hörmətsizlikdir. Çünki dini inanca görə insanların vəfat etdikdən sonra hesaba çəkilməsi, müxtəlif hallar var ki, bunlar hətta Qurani-Kərimin özündə də tam detallı şəkildə təsvir olunmamışdır. Çünki bu, dünya qanunlarından kənar olan bir məsələdir və elmi izahı yoxdur. Mərhum yaxınlarını itirmiş insanlarda bu video bir müddətli təsəlli hissi yarada bilər, amma reallığı qəbullanmaqda çətinlik yaşayırlar və həsrəti daha da artırır. Və onlarda elə bir düşüncə formalaşır ki, mən o insanla yenidən görüşə bilərəm. Görüşməyi mümkündür kimi psixoloji olaraq paranoyal düşüncələr formalaşmış olur. Eyni zamanda bu videolar insanlarda travmalar da yarada bilər. Xüsusilə yas prosesi yeni olan insanlarda bu reallığı qəbul etmək prosesi çətinləşir. Bir sözlə, həm dini dəyərlərə hörmət, həm də insan psixologiyasının qorunması naminə bu tip kontentlərin yayılması zamanı daha məsuliyyətli olmaq tələb olunur. Unutmaq olmaz ki, hər bir dünyadan köçən şəxsin xatirəsi hörmət tələb eləyir və bu sərhədlərin gözlənilməsi cəmiyyətin mənəvi dəyərlərinin qorunması nöqteyi nəzərindən vacibdir.